Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Ərşad müəllim yenə sizin üçün çox lazımlı bir məlumat hazırlayıb onu oxuyacağım. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim edir. Bu rubrikamızda sizə iki xəbərdarlıq nişanını 1.3.1 bir xətli dəmir yol, 1.3.2 çox xətli dəmir yol nişanlarını tanıdacağıq. 1.3.1 bir xətli dəmir yol nişanı yalnız bir dəmir yol olduqda, 1.3.2 çox xətli dəmir yol nişanı isə 2 və ya daha çox dəmir yol olduqda bütün dəmir yol keçidlərinin qarşısında quraşdırılır. Bu nişanlar qabaqcadan qoyulmur. Onlar dəmir yol keçidi qarşısındakı svetoforla eyni dayaqda, svetofor olmadıqda isə ən yaxın relsə 6-10 metr məsafədə qoyulur. Dəmir yol keçidində şlaqbam olmadıqda 1.3.1 və 1.3.2 nişanları keçidin hüdudunu müəyyən edir. Yəni nişandan relsə qədər olan hissə də keçid sayılır. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim etdi. Dostlar, bunu bilməlisiniz ki, artıq sizin smartfonda, yəni internet, megabayt olmadan da Az Parking mobil tətbiqindən istifadə edə bilirsiniz. Megabayt xərcləmədən tətbiqdən istifadə edin və bu rejimdə istifadəçilər internet paketlərini bitdikdən sonra belə tətbiqin əsas imkanlarından tamamilə ödənişsiz şəkildə yararlana bilirlər. Bura daxildən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə eləmək, fərdi parklanma talonundan müraciət etmək və hazırda bu rejim Azercell və Baxtel abunəçiləri üçün aktivdir. Əgər mobil nömrəniz bir tərəfli bağlıdırsa, bu qeyd edilən mütləq bu funksiyadan istifadə mümkün deyil. Nəzərə alın. Belə, yəni funksiya yalnız mobil internet, mobil data aktiv olduqda işləyir. Əgər istifadəçinin telefon nömrəsi bir tərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə yoxdursa, ya da o mobil data funksiyasını bağlayıbsa, bu funksiyadan istifadə eləməyə alınmayacaq. Belə, Az Parkingə təşəkkürlər. Ərşad müəllim, çox sağ olun, buyurun.